Məsələn, uşaqlar üçün xüsusilə də təhlükəli oyunlar, onlardan danışacağıq. Oyun asıllığı haqqında necə bir məlumatınız var sizin? Ümumiyyətlə, bunun istəyərdim siz özünüz bu haqda bir neçə fikrinizi bildirəsiz. Nə qədər məlumatlısınız yaxud da deyilsiniz. Fikir bildirmək istəmirsinizsə, onda davam eləyək. Məsələn, bir neçə qorxulu, təhlükəli oyunlardan danışmaq istəyirəm. Hansı ki, bunlar uşaqları intihara kimi sürükləyir. Bunların adlarını mən qeyd etmişdim, sizə deyəcəm. Yaxşı. Hə. Məsələn, Mavi Balina oyunu yəqin ki, eşitmisiniz. Bu oyun bunların ən başında gələn oyunlardan biridir. Bunların adını mən özümdə araşdırıb qeyd etmişəm. İndi onu sizlə bölüşəcəm. Daha sonra təlimimizə davam edəcəyik. Tapmağa çalışıram. Oraya yazmışdım. Tapdım. Resident Evil, Manhunt, Dead Space, sonra Until Dawn. Amnesia, Dark Souls, The Evil Within. Bu kimi oyunlardır ki, bunlar daha çox uşaqların həyatına mənfi təsir göstərən oyunlardır və yeniyetmələr bu oyunlara daha çox maraq göstərirlər. Bu kimi oyunlar qorxunc görüntülər uşaqlarda məsələn yaddaşına, şuuraltısına təsir eləyir. Onların hətta yuxularını, kabuslar görməyə başlayırlar. Yuxuya getməkdə çətinlik çəkirlər. Gecə terrorları olur onlarda, gecə qorxuları və artıq bunu öz gözlərində canlandırıb real olduğunu belə təsvir edə bilirlər. Ona görə də bu qorxulu oyunlardan uşaqları maksimum uzaq tutmaq çox vacibdir. Həmçinin onlarda davranış problemlərinə kimi gətirib çıxardır.
Seanslarda məsələn görünür ki, qorxulu oyunlar uşaq uzun müddət oynadıqda artıq onun təsirindən çıxa bilmir və bu onun davranışlarına da mənfi təsir göstərir. Özünü idarə etməkdə çətinlik çəkir, yaxud da o davranışları həyatında tətbiq etməyə başlayır. Empatiya hissini zəiflədir. Bu istər qorxulu oyunlar olsun, istər digər oyunlar. Uşaq uzun müddət ekrana məruz qalırsa, onda emosional zəka aşağı düşməyə başlayır və emosional zəka da aşağı düşdükcə davranışlarını, duyğularını idarə etməkdə çətinləşir, empatiyası zəifləyir və bu onun istər normal həyatını davam etdirməsində, istər digər məsələn sosial bacarıqlarının formalaşmasını da aşağı salır. Məsələn, sosial münasibətlərdə çətinlik çəkirlər uzun müddət ekrana məruz qalan uşaqlar və böyüklər. İstər oyun olsun, istər olmasın. Uşaq artıq sosial çevrədən uzaqlaşır və sosial mühitdə özünü aparmağı belə unudur, necə aparacağını unudur. Dostluq qura bilmir, dostluğunu davam etdirməkdə çətinlik çəkir. Hər zaman öz istəklərini ön planda tutur, çünki empatiyası azalıb, emosional zəkası azalıb. Təcrid olunmağa başlayır dostları tərəfindən. Problemlərin daha da artmasına yol açır bu kimi oyunlar. Ya da uşağın oyun oynamasa belə ekrana uzun müddət məruz qalması. Ona görə də valideynlər çalışmalıdır ki, oyunları maksimum nəzarət altında saxlasınlar. Uşağın inkişafına uyğun müəyyən bir şeylər seçə bilərlər, amma 3 yaşa qədər sıfır ekran olmalıdır. 3 yaşdan sonra isə 15 dəqiqə ərzində, gün ərzində uşaq ekrana baxa bilər. 5 yaşında 30 dəqiqədən çox olmaz. Artıq məktəb dövründə isə 1 saatı gün ərzində ekran məruziyyəti 1 saatı keçməməlidir. Çünki bu uşaqda istər məsələn emosional zəkanı aşağı salmaqla diqqət və konsentrasiya problemləri də yaradır. Yəni uşağın dərs müvəffəqiyyəti belə aşağı düşür. Hətta qorxulu oyunları biz göstərəndə məsələn oyunlara məruz qalan uşaqlar dərs zamanı belə o qorxulu gördüyü bir şeyləri gözlərinin qabağına gəlir və onları canlandırırlar. Və bu da dərslərinə fokuslanmaqda akademik geriliyə səbəb olur. Və daha çox ekran məruziyyəti olan uşaqlarda hiperaktivlik çox görülür. O uşaqlarda impulsiv davranışlar belə oyunlara baxanda daha da artır. Məsələn, araşdırmalar göstərir ki, ekran hiperaktivlik yaratmasa da, amma uşağın hiperaktivliyini pozuntuya kimi gətirib çıxarda bilir. Və bu istər evdə, istər sinifdə, digər yerlərdə artıq onda davranış problemlərinin artmasına səbəb olur. Məsələn, oyun oynadığı zaman biz fikir verməliyik ki, o necə bir oyunlar oynayır? Oyun onun yaşına uyğundur, yoxsa yox? O oyundan əldə etdiyi nələr var? Bunu uşaqla müzakirə eləməliyik. Bəzən valideyn tək uşağını oyundan məhdudlaşdırmaqla düşünür ki, oyuna qadağa qoydum və uşağım artıq oynamayacaq, amma bu belə deyil. Çünki oyun oynayan zaman uşaqda xoşbəxtlik hormonu sintez olunur, rahatlamağa başlayır, özünü komfortda, rahat hiss eləyir, güvənilən bir yer kimi hiss eləyir özünü. Amma oyunu məhdudlaşdırdığımız zaman ona alternativ vermirsə valideyn, o artıq onun faydasına deyil də zərərinə olur. Məsələn, mən oyun oynayırdım, daha rahat idim, daha güvəndə hiss edirdim özümü. Oyun mənim əlimdən alındı, mən indi nə edəcəyimi bilmirəm və bu onda aqressiyanın da artmasına gətirib çıxardır. Ona görə valideyn oyunu məhdudlaşdırmaqla yanaşı, uşağın digər fəaliyyətlərini də dəstəkləməlidir. Məsələn, onunla birlikdə nələrsə etməlidir, onu cəsarətləndirməlidir, digər fəaliyyətləri təşviq etməlidir. Sadəcə yönləndirmək kifayət etmir. Açıq ünsiyyət qurmalıdır, oyunların mənfi təsirini açıq şəkildə onunla danışmalıdır.
Onun narahatlıqlarını, suallarını. Məsələn, uşaq düşünür ki, bu mənim rahat, güvəndə hiss etdiyim bir yer idi. Valideynim mənə cəza olaraq onu mənim əlimdən aldı. Əslində burada valideynlə bağını qoparmış olur. Amma valideyn onunla açıq şəkildə danışdıqda və bu danışığı bir gün deyil, davamlı etdikdə artıq uşaq valideyninlə bağını daha da möhkəmləndirir. Məsələn, onu əvəz etməlidir. Birlikdə oxu saatları təyin edərək yaradıcı oyunlar, ailə ilə necə vaxt keçirmək olar, hansı bir fəaliyyətlər uşaq məsələn düşünür, uşaq valideyni oyuna cəlb etsin ki, sən oyun seç, sən oyun tap, gəl birlikdə oynayaq. Əgər bunu edə bilmirsə valideyn, təəssüf ki, uşaq yenidən oyuna qayıdacaq, oyuna meyllənəcək. Və mütləq şəkildə uşaqların, valideynlər oyunları yaşlarına uyğun seçməlidir. Bəzən məsələn eşidirsən ki, 7-8 yaşında uşaq öz yaşına uyğun olmayan oyunlara məruz qalır. Valideyn də buna nəzarət edə bilmədiyi üçün bu onun üçün get-gedə təhlükəli hal almağa başlayır. Doğru rol model olmalıdır valideyn. Mən sənə bunu yaşına uyğundursa, təbii ki, müəyyən zaman çərçivəsində icazə verirəm. Tamamilə qadağan da etməməlidir. Əgər artıq uşaq oyun oynayırsa, tutaq ki, məktəb yaşındadsa. Amma dediyim kimi, oyunun onun yaşına uyğun olub olmadığını, ona necə bir faydası olacağını da müzakirə etməlidir. Tamam, sən bu oyunu oynayırsan, burada əyləncə də öz yerində, amma başqa tapaq, axtaraq. Necə bir faydalı oyunlar oynaya biləsən ki, sən oradan həm fayda əldə eləyəsən, həm də o sənin uşağın aqressiv halında onunla müzakirə aparmayaq. Çünki aqressiv halında o bunların heç birini eşitməyəcək. Amma onun özünə də göstərək ki, məsələn, sənin həddindən artıq oyun oynamağın bax sənin aqressiyanın artmağına gətirib çıxardır. Dərslərini yadında saxlamaqda çətinlik çəkirsən. Ya da bax dostlarına qarşı yanlış davranışlar eləyirsən oyundan sonra. Bu kimi halları ona xatırlatmaq çox önəmlidir. Emosional dəstək olmalıdır. Valideyn emosional dəstək proqramlarına qoşulmalıdır. Valideyn öz valideynlik bacarıqlarını artıraraq öz üzərində də çalışmalıdır ki, mənim uşağımın bu problemi varsa, mən onu necə öhdəsindən gələ bilərəm. Təbii ki, əgər bu ciddi hala alıbsa, valideyn onu cəza yolundan qorxudaraq, təhdid eləyərək aradan qaldıra bilməyəcək. Və bu onda gələcəkdə başqa bir psixoloji problemlərin də yaranmasına gətirib çıxaracaq. Ona görə də mütləq şəkildə psixoloji dəstək yanaşı olmalıdır. Valideyn bəzən hər şeyin tək öhdəsindən gələ bilmir. Buna gücü çatmır. Bu nəticədə valideynin də tükənməyinə gətirib çıxardır. Ona görə əgər oyun asılılığı həddindən artıq çoxdursa, burada mütləq şəkildə valideyn psixoloji dəstək almalıdır. Bura kimi danışdıqlarım haqqında kimin nə sualı varsa versin. Sonra bilmirəm, linkin vaxt bitməyinə nə qədər qalıb? Təbliğ xanım, sualı olan varsa siz mənə deyin. Hələ ki 10 dəqiqədən çox vaxtımız var. 10 dəqiqə olanda bildiriş verəcəyik Zoom proqramı özü. Tamam. Məsələn, DSM 5-də oyun haqqında qeyd olunur ki, oyun digər asılılıqlarla yanaşı, ailədə əgər bir problem varsa, uşaq oyun asıllığını, məsələn, oyun asıllığının onda problem olaraq davam edir. Və hətta böyüyəndə, yetişkin olanda belə o bunu digər asılılıqlarla da əvəz edir.
Ona görə biz əgər uşaqda oyun asılılığı varsa, baxmalıyıq ki, valideyn tutumu necədir orada. Hər hansı bir digər ailədə psixoloji problem olsun, ailə münasibətləri, bu anamnez şəklində götürüləndə bu məqamlara diqqət etməli lazımdır. Daha sonra burada ana-atanın ayrılıqda tutumu necədir? Ətraf mühiti uşağın, məsələn, dost çevrəsində hansı oyunlara dostları daha çox meyl edir? Çünki tək biz bir uşaqla işləməməliyik. Burada müəllim də işə cəlb olunmalıdır, valideynlər də ayrı-ayrılıqda maarifləndirilməlidir. Əgər uşaq, məsələn, dostları daha çox təhlükəli oyunlar oynayırsa, o digər dostları tərəfindən bullyingə məruz qalır ya da ələ salınır ki, hə, sən bu oyunu oynaya bilmirsən, demək ki, sən bacarıqsızsan ya da qorxaqsan. Bu kimi bullying olur həmin uşağa qarşı. Ona görə biz bir uşaqla çalışmaq bizə çox az fayda verir. Onun valideynindən müəllim və ətraf mühiti də burada çox önəmli rol oynayır. Daha sonra dediyim kimi biz, məsələn, uşaqlar dəcəllik etməsin, tək ki başımız rahat olsun ya da uşaq bir problemi varsa o problemini yaddan çıxartsın deyə oyunla başını qatması üçün valideyn ona telefon, planşet, kompüter verirsə və bunu ona sərhədsiz şəkildə əldə etməsinə imkan verirsə, təbii ki, sonra da bunun qarşısını almaq mümkün olmur. Uşaqlarla bunun üçün sırf maarifləndirici oyunlar şəklində seanslar olmalıdır və valideyn də həmçinin doğru rol modeli olmalıdır. Məsələn, uşaq seansa gəlir, tamam, seansda hər şey qaydasında görünür, amma evə gedir, yenə də valideynin biri icazə verir ki, hə, get oyna, digəri icazə vermir, ailədə konflikt olur və uşaq hansı ki valideyni manipulyasiya edə bilirsə, o valideynlə münasibətini yaxşılaşdırmaq üçün o valideynin dediyi ilə oturub durmağa başlayır və bu da yenə də onda psixoloji problemlərin artmasına, şəxsiyyət pozuntularına kimi gətirib çıxardır. Həmçinin onu da qeyd etməyi unutdum ki, məsələn, təhlükəli oyunlar uşaqlarda şəxsiyyət pozuntularına da səbəb ola bilir, əgər uzun müddət o oyunu oynayırsa. Onu artıq həyatında tətbiq etməyə başlayır. Oyunlar haqqında deyəcəyim bu qədər. Əgər sözünüz, sualınız varsa, buyurub verə bilərsiniz. Məsələn, uşaq nə üçün oyun oynayır deyə valideynlər sual verirlər. Dediyim kimi, uşaqda oyun vasitəsindən dopamin daha çox sintez olunur, sürətli şəkildə olur və uşaq başlayır rahat hiss eləməyə özünü, öz sıxıntısını azaltmaq, tutaq ki, aqressiyasını daha da azaltmaq üçün, yaxud o boşluq hissini doldurmaq üçün, özünü dəyərli hiss etmək üçün. Çünki ailəsi tərəfindən dəyərli hiss edə bilmirsə, uşaq özünü qəbul görülmürsə, yaxud sevgi orada şərtli şəkildədirsə, mütləq onda oyun asılılığı olmasa belə digər asılılıqlar yaranmağa başlayır. Və valideyn onu tənqidlə, cəza ilə, yaxud başqa bir yollarla aradan qaldırmağa çalışanda düşünür ki, bu oyun asılılığı aradan qalxacaq ya da digər asılılıq, amma o problemi başqa bir problemlə əvəz eləmiş olur. Və daha çox yeniyetmələrdə risk daha çoxdur. Çünki onların vaxt keçirdiyi daha çox dostları məktəbdir. Ona görə burada müəllim və valideyn birlikdə iş görməlidir və mütəxəssis dəstəyi burada mütləqdir ki, məsələn, valideyn çox uşaqla ünsiyyətdə ola bilmir. Amma bir mütəxəssis onun səbəbini daha yaxşı aradan qaldıra bilər.
Hüsniyə xanım, mənim bir sualım var idi. Deməli, uşaqlarda oyunla məşğul olmaq, əsasən də kiçik yaşlı uşaqlarda oyunla məşğul olmaq, oyuncaqlarla oynamaq, onun psixoloji olaraq inkişafına təsir göstərirmi? Oyuncaq uşağın psixologiyasına müsbət təsir göstərir, mənfi yox. Aha, çox sağ olun. Oyuncaqlar tamam başqadır. Oyun ekran asılılığı isə tamam başqa. Məsələn, oyuncaqlarla uşaq oynayırsa, bu əslində yaxşı bir şeydir. Onun inkişafını dəstəkləyir. Hətta orada uşaqla birlikdə valideyn olarsa, uşağın inkişafı yaxud da uşağın valideynlə qurduğu emosional bağ daha da güclənməyə başlayır. Biz uşağın oyun asıllılığının olub-olmadığını, məsələn, belə bir sualda vermişdilər. Necə bilmək olar? Əgər uşaq özünü kontrol etməkdə çətinlik çəkirsə və oyun bitəndən sonra aqressiyası artırsa, oyun oynadığı zaman da özünü, duyğularını kontrol edə bilmirsə, bu onda asıllığın göstəricisi ola bilər. Məsələn, valideyn necə bir yanlışa yol verir? Birdən-birə qadağa qoyur, təhdid edir, yaxud da cəza şəklində bunu edirsə, bu uşağa müsbət təsir göstərmir və bu onu oyundan daha da asılı vəziyyətə salır. Sən oyun asılı bağımlısısan, yaxud da sən tənbəlsən, bu kimi adlarla da əslində uşağa fayda vermiş olmur ya da uşağa doğrunu göstərə bilmir valideyn. Aydın və doğru sərhəd qoymaq, oyun olmadan da necə səmərəli vaxt keçirə bilər, oyun olmadan da necə yadda qalan vaxt keçirə bilər, bunun alternativlərini valideyn birlikdə uşaqla düşünməlidir. Və dediyim kimi, əgər oyunda uşaq özünü rahatladırsa, onun yaşına uyğun, onun doğru şəkildə oynaya biləcəyi bir oyunları valideyn ona icazə verməlidir. Amma yenə də zaman çərçivəsində. Yəni, mənim danışa biləcəklərim əsas məqamları qeyd etmək istədim. Bunlar idi. Əgər bu haqda sualınız varsa, buyurub verə bilərsiniz. Ya da müzakirə etmək istədiyiniz bir mövzu varsa. Yəni, bu mövzu ətrafında bir sualınız varsa. Bəli, səsli şəkildə yaxud da yazaraq bildirə bilərsiniz sualınızı. Yoxdursa, o zaman yekunlaşdıraq. Bəli, Zoom-un bitməsinə artıq 3 dəqiqə qalıb. Təşəkkürlər Səbinə xanım dəvətiniz üçün. Mən təşəkkür edirəm dəvətimi qəbul etdiyiniz üçün. Qoşulan hər bir kəsə təşəkkürümü bildirirəm. Oldu, sağ olun. Sağ olun.